Bakının Suraxanı rayonunda yol kənarındakı meşəlikdə başlayan saxta namus və xuliqanlıq davası 28 yaşlı avtobus sürücüsü Eşən Əmirovun həyatının sonu ilə nəticələnir. Anlıq aqressiya bir gənci torpağa, digər 2 nəfər isə ümumilikdə 34 illik zindana aparır. Hər şey hadisə günü iş yoldaşı Ehtiramın idarə etdiyi avtomobillə yola çıxan Eşənin öz tanışı Şəlalə ilə görüşmək istəməsi ilə başlayır. Ramana qəsəbəsində maşına əyləşən qızla birlikdə sürücü Ehtiram avtomobili 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığındakı qaranlıq yol kənarında saxlayır. Biraz sonra oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gedirlər və orada yaxın əlaqədə olmağa hazırlaşırlar. Tam həmin an oradan piyada keçən məhəllə sakinləri Elnur Məmmədov və Elçin Həsənov onları görürlər. Kənardan səs gəldiyini eşidib hürkmüş Eşən və tanışı təşviş içində dərhal geri dönüb avtomobilə əyləşirlər. Lakin artıq çox gec idi. Çünki Elnur və Elçin çoxdan onlara doğru yaxınlaşmışdı. Maşının qapısını qəfildən açan Elnur sürücü Eşəndən dərhal aşağı düşməsini tələb edir. Sürücü Ehtiramın mühiti sakitləşdirmək cəhdlərinə baxmayaraq, Elnur cəmaatın ana bacısı buradan keçir, burada nə iş görürsünüz deyərək mübahisəni qəsdən alovlandırır. Eşənin biz sadəcə söhbət edirik cavabı isə qarşı tərəfi qane etmir və küçə təhqirləri ilə müşayiət olunan əlbiyaxa dava başlayır. Bu zaman Elnur qəfildən Eşənə zərbə indirir. Yaralı Eşən qaçıb uzaqlaşmağa və yerdən daş götürüb özünü müdafiə etmək üçün müqavimət göstərməyə çalışır. Eşənin müqavimət göstərdiyini görən digər gənc 18 yaşlı Elçin Həsənov da davanın içərisinə atılır. O da Eşənə zərbələr endirməyə başlayır. Bu əsnada gözü dönmüş Elnur Eşənə sonuncu zərbəni vurur və onun həyatına son qoyur. Hadisəni törədən şəxslər Yeni Ramana istiqamətində qaçıb gizlənirlər. Lakin polisin keçirdiyi birgə əməliyyatla hər iki şübhəli şəxs qısa müddətdə saxlanılır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən Elnur Məmmədov kobud cavab və təhqir eşitdiyi üçün Eşənin üzünə yumruq vurduğunu, onun yerdən daş götürməsindən qəzəblənərək həyatına son qoyduğunu bildirib. Digər təqsirləndirilən Elçin Həsənov isə özünü təqsirli bilməyərək bu hadisədə iştirak etmədiyini və sadəcə araya girib davanı ayırmağa çalışdığını iddia edib. Şahid qismində dindirilən avtomobilin sürücüsü Ehtiram Əsədov isə ifadəsində hər iki gəncin Eşənə hücum etdiyini və ona zərbələr indirdiyini təsdiqləyib. Məhkəmənin hökmü ilə Elnur 18 il, Elçin isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Hörmətli izləyicilər, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Salamat qalın.